Çox hörmətli izləyicilər, mən sizə elimizin, obamızın bir ziyalısı haqqında danışacağım. Tahir Maday 1951-də Füzuli rayonunun Qarxanbəyli kəndində anadan olub. Tahir müəllim orta məktəbi əla qiymətlərlə başa vurub. Sonra isə keçmiş Politeyn İnstitutu fərqlənmə ilə bitirib. Həm şair kimi özünü sınıyıb, həm yaxşı araşdırmaçıdır, tarixçidir, həm də yaxşı mühəndisdir. Azərbaycanda əlbəttə bir çox vəzifələrdə işləyib. Harada olursa olsun Tahir müəllim elin, obasın, kəndini unutmayıb. Mənfur qonşularımız tərəfindən kəndimiz işğal olunanda da o ilk araya gələnlərdən biri olub. Qarxanbəyli kəndinin xarabalıqlara çevrilməsi, hətta belə ağaçlarının quruması, suyunun kəsilməsi, qəbirstanlığının dağılması ona həddindən çox pis təsir eləyib. Bu minvalla bir neçə serial silsilədə şeirlər yazıb. O şeirlərdən biri də Yurt Fəryadı şeiridir. Mən Tahir müəllimin Yurt Fəryadı şeirini sizlərə təqdim edirəm. Baxdıqca viranə qalmış elimə, ürəyim ağrıdı, gözüm ağladı. Bir dəli fəryadı gəldi dilimə, qəlbimi göynətdi, sözüm ağladı. Boynu bükük durub, baxıram yurda, gəlir xəyalıma o xan sarayım. Budur ondan qalan bir topa xurda, içimdən göylərə qalxır arayım. Ay dədə, yurdunu viran qoyublar, bir daş qoymayıblar daş üstə qalan. Bütün qəbirləri eşib oyublar, necə ağlamayım, dözüm bu hala. Ulu babalardan qalma xan çınar, dağ boyda dağımı söküb atdılar. Tarix nişanəsi qədim yadigar, yoxdur, ay dədə, kökdən qopartdılar. Dostlar, Tahir müəllimin çoxlu sayda silsilə şeirləri var. Bunları mən bilirəm və ona görə Tahir müəllimə minnətdarımı bildirirəm, uğurlar arzulayıram. Arzu eləyirəm növbəti şeirləri əlbəttə təqdim etmə arzusuyla bir də görüşək.